Biri deyir Sumqayıt əhlini ölmək istəyir. Mən heç vaxt o şeyi eləməmişəm, nə də eləmərəm. Mən elə düşüncədə bir insan deyiləm. Mən bu yerə izləyicilər, tamaşaçılar tərəfindən sevilmişəm. O da göydə Allah. Göydə Allah öz əziyyətim və məni sevən xalqım, millətim. Səhnə boş olmalıdır. Səhnədən öndə də izləyicilər bizə baxır, çəkən çəkir, nə bilim, şəkil çəkdirən şəkil çəkdirir. Onsuz da elədir də. Yəni mən kadrlarda paylaşıram, hamı ilə şəkil çəkdirirəm. Sadəcə səhnədə o hörmətsizliyi kimlərsə eləyirsə, siz onları paylaşın. Bilinmir müğənni mənəm, bilinmir orada müğənni mühafizəçidir, bilinmir orada müğənni tamaşaçıdır. Bəs mən orada Sumqayıtda mağaza açılışına qatılan müğənnilər Nəfəs və Pünhan Piriyev səhnədə çətin anlar yaşayıb. Onlar çıxış edərkən şəkil çəkdirmək istəyən tamaşaçılar ard-arda səhnəyə qalxıb.